Əziz izləyicilərimiz, əziz bizim tamaşaçılarımız, mən Musa Kəlbəcəri tənqidçi jurnalist, bu günlərim əvvəllər icra nümayəndəsi, məktəb direktoru və həyatını təhsilə fəda vermiş müəllimi sizlərə təqdim etmək istəyirəm. Və əlbəttə ki, indi hal-hazırda əgər icra nümayəndəsi işləsəydi, əgər rəhbər direktor istəsəydi, mən onu çəkiliş eləməyəcəkdim. Müəllim haqqında o zaman olduğuna görə, gözəl ağsaqqal olduğuna görə gəlmişik və gözəl çəkilişə gəlmişik, gözəl ata olduğuna görə bir daha sizə xoş gördüm müəllim. Allah sizə versin. Adınız, soyadınız? Kazımov, Qasımovdur. Qasım müəllim, neçə il təhsil sahəsində çalışmışsınız? Neçə il ümumiyyətən iş stajınız var? 1976-cı ildən 2022-ci ilə qədər. Çox gözəl. Demək olar ki, 47-48 il, 46 il dövlətimiz üçün canlı fəda verən insanlardan biridir və sizə təşəkkür edirəm. Onun neçə il təhsil sahəsində işləmişsiniz, neçə il icra nümayəndəsi kimi işləmişsiniz? 44 il təhsil sahəsində 2 il icra nümayəndəsi. 2 il icra nümayəndəsi, çox gözəl. Biz bilirik, həm də gözəl atasınız. Neçə evladınız var müəllim? 3 evladım. Allah sağ olasın. Adlar nədir evladlarınızın? Şəhriyar, Rəşad, Səbin. Çox gözəl. Və biz də bugün 2026-cı il 30 aprel tarixidir. Arzu edir ki, bu kadrlara 10 il, 20 il, 30 il sonra müəllimin nəvə nəticələrini, müəllimin özü də baxanda gözəl xatırlasınlar bizi. İndi hal-hazırda neçə yaşınız var müəllim? 70'e bir ayda. 70 yubiləyə gəlmişik, tamamdır. Hoş geldin. Allah ömür versin. O gün olsun sizin 70 yox, 80, 90, 100 yaşınız olsun. Əməkdaşlarımız gəlib gözəl çəkiliş eləsinlər. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Çağdaş təhsil komandası da siz kimi insanlarla fəxr edirik.